Gəlin Vəhiy kitabı 2-ci fəsli açaq və bütün bu yaxşı material haqqında çox danışmaq olar. Dönə-dönə, fərqli yollarla onu təsvir etmək olar, şərh etmək olar. Və qarşımda bir tapşırıq durur ki, mən bunu sizə təqdim edə bilim. Bu həftələr boyunca Vəhiy kitabında 2-ci və 3-cü fəsilləri təqdim edim. Bilirik ki, Vəhiy kitabı gələcək zamanlar haqqındadır, amma bu 2-ci və 3-cü fəsillər kilsə əsrinə həsr olunub. Yəni, bugün yaşadığımız dövrə, son 2000 il ərzində yaşadığımız dövrə aiddir. 7 kilsə. Bunlar 7 fərqli kilsə profilini təqdim edir bizə. Kilsə tarixinə baxdıqda bu 7 kilsənin hər cürünü bu tarixən görə bilirik. Hətta bugün dünyada gəzsək, fərqli kilsələr görəcəyik və o kilsələr həmin o 7 kilsənin fərqli profillərini təmsil edir. Misal üçün, Smirnada kilsə, onlar təqib olunan kilsədir və 10 günlük deməli, zindana atılıblar şeytan tərəfindən. Bu 7 kilsələrin xüsusiyyətlərindən biri odur ki, siz fərqli prinsiplər orada görə bilirsiniz. Bizə bu prinsiplər barədə məlumatlı olmaq lazımdır. Çünki bu ət və qandan daha böyük bir mənzərədir. Kilsə bu Tanrı tərəfindən təsbit olunmuş bir müəssisədir. Dünyada ona bənzər bir quruluş yoxdur. Nə dünyəvi hökumət və ya universitet, ya kampus, ya məktəb və ya hansısa bir xeyriyyə təşkilatı kilsə ilə uyğunlaşdırıla bilməz. Kilsə çox unikaldır və çox fərqlidir sadaladığımız bu məsələlərdən. Çünki kilsənin başı Məsih özüdür. Bu o deməkdir ki, bütün başqa əməliyyatlar ki, baş verir müəssisələr vasitəsilə, onların başı birinci Adəmdir, yəni insandır. Bəli, ola bilər ki, o iman edir Tanrıya, amma kökü insanın özündədir və onun təbii ağlı var. Amma bizim üçün Tanrının əqlinə malik olmağımız üçün yol yenidən doğulmağımızdır, dirçəlişimizdir və Tanrı ilə onun ruhunda bir olmağımızdır. Əgər biz Məsihlə gəziriksə ruhda, əgər biz gəzmiriksə ruhda, Məsihlə birlikdə və biz burada Vəhiy 2 və 3-cü fəsillərdə görəcəyik ki, kilsənin öz zəifliyi var, öz meyillikləri var, ehtiyacları var ki, islah üçün ehtiyacı var kilsənin bu fəsillərdə. Düzəliş üçün və bu elə tamizdir. Bu da bizi bir çox düşüncələrə gətirib çıxarır. Bir vacib şey ki, bilməliyik, odur ki, kilsə bizim indi bu otaqda gördüyümüzdən daha böyük bir şeydir. Yəni, bax, burada, bu zalda biz gözə görünən kilsəyik, bizim ünvanımız var, hüquqi ünvanımız var. Amma kilsə dedikdə gördüyümüzdən daha böyükdür. Kilsə dedikdə orada elə adamlar var ki, onlar artıq aramızda yoxdur, onlar göylərdədir. Efeslərə 3-cü fəsili oxuyanda görürük ki, yer üzündə kilsə var, eləcə də həmin o kilsəyə Məsihin bədəninin üzvləri olan artıq bu dünyadan köçmüş insanlar da daxildir. Və Məsihin bədəni və Məsihin gəlini, o da bir kilsədir. Sonra sual yaranır ki, bəs əhd ətiqdəkilər necə olsun? O imanlılar ki, İbrahimdən qabaq iman etmişdilər Tanrıya. Bəs onlar onda kimdir? Əgər Məsihin bədəni deyirlərsə. İbrahimdən qabaq kimlər var idi? Enok, Tanrı hüzurunda gəzirdi. O kilsəyə aiddirmi? Xeyr. Amma göylərdədirmi Enok? Bəli. Bəs Nuh necə? Nuh Yahudi idimi? Nuh Yahudi idimi? Xeyr. Yox. O İbrahimdən qabaq var idi. Bəs Nuh göylərdədirmi? Bəli. Bəs yaxşı onu göylərə onlar necə gediblər? Göylərdən doğmaqla necə bu baş verdi? İman etmək vasitəsilə. Yaradılış
15-ci fəsil, 6-cı bənd. Deyilir ki, İbrahim Allaha iman etdi və onun imanı ona salihlik olaraq sayıldı. Romalara 4-cü fəsil. Amma bu o demək deyil ki, onlar kilsənin hissəsidirlər. Onlara başqa ad verilir. Onlar əhd-i ətiq müqəddəsləridir. Eləcə də kədər dövrünün müqəddəsləri var ki, onlar kədər dövründə imana gələcəklər, göylərdən doğulacaqlar və xilas olacaqlar və sonra da göylərə qalxacaqlar. Amma biz unikalıq. Yəni, o mənada ki, biz İsrail xalqı deyilik, biz müqəddəs tayfayıq, amma biz çoxlu hissələrdən ibarətik. Tarixən fərqli hissələrdən ibarət olmuşuq. Amma bizi ümumiləşdirən bir məqam var ki, bizi nəticədə kilsə adlandırırlar. Və o ümumiləşdirən məqamlardan biri də müqəddəs ruhdur. Müqəddəs ruh əslində başlıca olaraq həmin o vasitədir ki, bizi bir edir. Müqəddəs ruh. Biz müqəddəs ruhda birik. Biz Tanrıda birik. Müqəddəs ruhun içimizdə yaşaması vasitəsilə Tanrı bizi satın alıb və müqəddəs ruhu ilə mühürləyib. Digər şey və buna aid bir neçə məqam deyə bilərik. Bu da o faktdır ki, bizdə Məsihin əqli var. 1-ci Korinflərə 2:16. Bizdə Məsihin əqli var. Yezekil 36:26-da isə deyilir ki, bizim yeni ürəyimiz var. Məsihdən aldığımız ürək var. Və sonra bizim təcrübəmizdə, yerli toplantılarımızda, kilsələrimizdə müəyyən qaydalar var və ya ənənələr var ki, biz onlara deməli, əməl edirik. 2-ci Saloniklara 3:6. Bizdə ənənələr var. Yerli kilsəmizin qaydaları, ənənələri ki, biz bunu kilsədə öyrənirik. Bunlar çox sadədir. Mən onların sayını 3-ə azaltmışam. Və siz özünüz də araşdıra bilərsiniz teologiya, ilahiyyat mövzusunda bu məsələlərə. Birincisi, bizdə su vəftizi var. İmanlı insanlar üçün su vəftizi edirik. Xilas olmaqları üçün deyil bu su vəftizi. Amma bu Allahdan verilən bir qaydadır. Məsihin bədəninin üzvləri üçün ki, onlar su ilə vəftiz olunsunlar və bəyan etsinlər öz imanlarını mələklərə və ictimaiyyətə, ailələrinə və deyə bilsinlər ki, bəli, mən vəftiz oluram. İkinci qaydamız bu, Rəbbin şam süfrəsi. Biz çörəyi bölürük və şirəni içirik və biz bunu Məsihi yada salmağımız üçün edirik. Üçüncüsü, biz toplaşırıq və qulaq asırıq. Tanrının sözünün vəzinə qulaq asırıq. Bu da bizim qaydamızdır. Biz Tanrıya yerli cəmiyyətimizdə, yerli kilsəmizdə tabi oluruq və Tanrı kəlamının vəzinə qulaq asırıq. Bu, hara getsəz dünyada, bu şeylər bizimlə baş verir. Biz birləşirik Məsihin adı ilə. Məsih orada aramızdadır və o, Məsih yəni çıraqları arasında gəzir. Biz Məsihin hüzurundayıq, onunla ünsiyyətdəyik və ənamlar bizə verilib. Ənamlar Məsihin bədənində istifadə olunur. Və biz bu barədə Efeslərə məktub 4-cü fəsildə, 1-ci Korinflərə 12-ci fəsildə və Romalara məktub 12-ci fəsildə oxuyuruq. Bu ənamlar Tanrı tərəfindən bizə verilib ki, biz Məsihin bədənini dikəldək, eləcə də özümüzü dikəldək. Bizim yerli yığıncaqlarımızda, kilsələrimizdə ünsiyyətimiz var. Ondan sonra biz gözləyirik kilsənin göyə qaldırılmasını ki, tezliklə olacaq. Havada Rəblə görüşməyimizi gözləyirik. Yalnız ruhda və qəlbimizdə deyil, amma eləcə də izzətlənmiş bədənimizdə bu görüşü gözləyirik. Kilsənin göyə qaldırılması baş verəndə ki, bütün bədənlərimiz, o imanlar ki, artıq göylərdədir və yer üzündə hələ də yaşayan imanlar ki, bizim bədənimiz, fiziki bədənimiz çürüklüyə məruz qalır, amma Tanrı öz sözünü deyəndə Filiplərə 3:21 bizim bədənlərimiz yer üzündən qaldırılacaq və bu adamlar ki, ruhda və qəlbdə birləşəcəklər, göylərdə Məsihin gəlini olaraq və Bema kürsüsü hadisəsindən keçərək düzgün vaxtda, sonra vaxt keçəcək. Biz yer üzünə Məsihlə birlikdə qayıdacağıq. Koloslara 3-cü fəsil, 3-cü və 4-cü bəndlər və biz burada Məsihin hakimiyyəti dövründə yer üzündə olacağıq
və biz onun padşahlığının hissəsi olacağıq. Səmavi padşahlıq yer üzündə 1000 il davam edəcək və biz buna millenium, 1000 illik padşahlıq deyirik və o gün gələcək. O vaxta qədər isə biz burada yer üzündəyik və biz öyrənirik. Biz dünyadakı kimi öyrənmirik. Biz elə şeyləri öyrənirik ki, onlar yalnız Allahdan öyrənilə bilər, Allahın kəlamından öyrənilə bilər. Biz həyat barədə öyrənirik. O həyat ki, dünya bu həyat barədə heç nə bilmir. Və mən dünya deyəndə, mən kosmosu nəzərdə tuturam. Yəni, Yunan dilində kosmos sözü var və diabolokos sözü ilə yan-yana gedir. Yəni, şər dünya, yaşadığımız şər dünya. O şər dünya ki, Məsihi çarmıxa çəkdi. Və deyilir ki, biz dünyadayıq, amma biz dünyadan deyilik. Biz bu dünyadayıq, amma fərqliyik. Çünki biz bu dünyadan götürülmüşük və köçürülmüşük. Qaranlıq padşahlıqdan Allahın sevimli oğlunun padşahlığına. Koloslara 1, 12 və 13-cü bəndlər. Biz Məsihlə bərabər çarmıxa çəkilmişik. Biz Məsihlə bərabər ölülərdən dirilmişik. Biz Məsihlə bərabər göyə qaldırılmışıq. Biz Məsihlə bərabər göylərdəki yerlərdə əyləşdirilmişik. Və indi biz burada yer üzündəyik və bəli, fani bədənimizdəyik, amma Məsih içimizdədir. Mənim üçün yaşamaq Məsihdir, ölüm isə qazancdır, Həvari Paul deyir. Və bizim üçün indi yaşamağımıza gəlincə isə, mən Məsihlə çarmıxa çəkilmişəm, amma yenə də yaşayıram. Amma əslində mən deyil, Məsih məndə yaşayır. Və yaşadığım həyat da mən Allahın oğluna, məni sevən və mənim uğrumda ölüb, məni xilas edən İsa Məsihə imanla yaşayıram. Qalatlara 2:20. Yaxşı, indi bu kilsələr barədə oxuyanda, gəlin, keçən həftə biz Tiatira kilsəsi haqqında oxuduq, amma qayıdaq o Tiatira kilsəsinin təsvirinə. 2-ci fəsil və kitabında 18-ci bənddən başlayaraq oxuyacağıq. Və burada deyilir, Tiatirada olan kilsənin mələyinə yaz. Və yoxlaya bilərsiniz bu mələk sözünü burada. Bu sözə dair kommentariyalar yazılıb. Bəzən deyirlər ki, bu mələk elə mələkdir. Amma Yunan dilindəki sözün mənası elçi deməkdir. Elçi deyəndə pastor nəzərdə də tutula bilər. Mən buna bu nəzərdən baxıram ki, bu pastora müraciətdir burada. Tiatirada olan kilsənin pastoruna yaz kimi oxuyuram. Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah oğlu belə deyir. Deyilir ki, sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram. Son işlərin də əvvəlkilərindən daha çoxdur. Deməli, burada çox yaxşı əməllər siyahısı var. Məhəbbət, xidmət, iman və dözüm. Və sonuncular da deyir, son işlərin də əvvəlkilərindən deyir, daha çoxdur. Amma, 20-ci bəndə baxaq, amma səndən şikayətin var. Sənə qarşı bir neçə şikayətin var. Biz bunu oxuyanda, yeri gəlmişkən, həmişə düşünürəm ki, Tanrı nə qədər xeyirxah və lütfkardır ki, çox şey bizə qarşı deyil, bir neçə şeyə qarşı çıxır bizdə. Deyir, çünki sən özünü Peyğəmbər adlandıran qadın İzəvelə imkan verirsən ki, mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. Keçən həftə biz sayılar 25-dən oxuduq ki, necə Balam bu barədə öyrədirdi və orada seksual orgiyalar var idi o ərazidə. Tanrı da bu əxlaqsızlığı görüb, Yahudi xalqının bu yığıncıqlara qoşulmasını və muavlarla birlikdə əxlaqsızlıqda olmaqlarını görüb, bundan çox kədərlənirdi və qəzəblənirdi. 21-ci bənd. Deyir, mən ona vaxt verdim, möhlət verdim ki, tövbə etsin. Əxlaqsızlığından tövbə etsin. Amma əxlaqsızlığından tövbə etməyi istəmir. Və
çəkdiyim şəkilə uyğundur. Mən möhlət verdim ona. Və heç kim bilmir nə qədər vaxt insanlarda var. Nə qədər möhlət verilir. Mən kənarlaşanda, imanlı olaraq yolumu azanda, Tanrının sözlərindən uzaqlaşanda, həqiqətdən yan duranda, yeri gəlmişkən, burada deyilir ki, onun gözləri alovlu od kimidir. Yəni, onlar dəlib keçir bizi. Onun ayaqları da pardaqlanmış tunca bənzəyir. Və yəni bədənin iki hissəsi burada qeyd olunur. Gözləri, Məsihin gözləri, ondan sonra ayaqları. Gözlər, bunlar ruhani mənada dəlib keçir bizi, ayaqlar isə onun gəzintisini göstərir. Onun işlərini göstərir, onun fəaliyyətini göstərir, onun missiyasını göstərir. Onun ayaqları, onlar deməli, alovlu, deməli, məşəldən keçib və ya sobadan keçib və belə ki, mənə həqiqətin ürəyimə dəlib keçməsi lazımdır. Bu da onun gözlərini təmsil edir. Məsihin gözləri deyir, odlu alov kimidir. Və onun gözləri mənə olan baxışı, həqiqəti ilə məni dəlib keçməsi mənim gəzintimə, ayaqlarıma təsir göstərəcək. Çünki bəziləri bu Yezebelin təliminə uyub və aldadılıb. Keçən həftə biz qeyd etdik. Yadınızdadır ki, biz sıldırım çəkdik. Onun sağında və solunda ifratlar var. Bir tərəfdən qanunbazlıq, legalizm ki, insanlar bu sıldırım yolu ilə gedəndə yıxıla bilər. Digər tərəfində isə antinominizm, yəni nominizmə qarşı çıxma, yəni qanuna qarşı çıxma, yəni qanunsuzluq, əxlaqsızlıq. Antinominizm deməkdir ki, hər şey nə istəsən eləyə bilərsən. Qanun yoxdur, qayda yoxdur. İstədiyi ilə keyfi çək. Və həyatımızda biz bunu aşkar edə bilirik ki, mən istəmirəm eşidim ki, kimsə mənə qayda qanun göstərəcək. İstəmirəm ki, kimsə mənə moizə oxuyacaq. Deməklə ki, mən səhvəm. İstəmirəm. Bu, ürəyimizdə aşkar edilə biləcək bir yerdir ki, bəzi vaxtlarımızda biz buna meyilli oluruq. Yeri gəlmişkən, Vəftişi Yəhya. Vəftişi Yəhya bir növ bu profili təmsil edir. Legalizm, qanunbazlıq profilini təqdim edir. Çünki o səhrada yaşayırdı və o çox belə fağır paltarda idi və yediyi yeməklər də çox belə kasad idi. Və çox ciddi olaraq onun deməli ifşası var. İsa isə bir növ o biri tərəfi, o biri ifratı göstərir. Çünki deyilir ki, o günahkarların və vergi yığanların dostudur. Amma əslində bu ikisi bir-birinə zidd deyil. Çünki biz müqəddəs ruhda Tanrı ilə gəzəndə biz qanunsuz da yaşaya bilirik, amma qanunsuz yaşamağımızla biz Allahın iradəsini yerinə yetirə bilirik. Ümid edirəm ki, başa düşürsünüz. Yəni, siz və mən müqəddəs ruhda və Məsihin əqrində olanda onun gözləri bizim ürəklərimizi həqiqəti ilə dəlib keçir. Onda biz aşiq oluruq Məsihə. Biz ona vurulmuşuq və xristian həyatı əslində məhəbbət həyatıdır. Amma bu, həqiqətlə yanaşı gələn məhəbbətdir. Çünki sən sevəndə Allahın məhəbbəti ilə biz Tanrını sevirik və Tanrı isə həqiqət Tanrısıdır. Və bu kilsə, Tiatiradakı kilsənin problemi var. Çünki Yezebel təlim verir və aldadır və yoldan çıxarır kilsədəki insanları və kilsədəki cəmaat da onun, Yezebelin rəhbərliyinə dözürlər. Onun səhvinə göz yumurlar. Və bunu da bilməyimiz vacibdir bu kilsələr barədə danışarkən. 7 kilsədən söhbət gedir burada, 2-ci, 3-cü fəsillərdə və onları müqayisəli şəkildə nəzərdən keçirsək, diaqramı çəkək, 7 kilsə göstərək burada diaqramda. Müqayisə etsək 1-ci kilsəni 4-cü kilsə ilə və 7-ci kilsə ilə çox maraqlı bir ardıcılıq var burada. Belə gedir. Efes kilsəsi birincidir. Efes kilsəsi, sən ilk məhəbbəti tərk etdin. Sən məhəbbəti əldən buraxdın. Efes kilsəsi, sən həvari olmayanların ifşa etmirsən, yaxşı iş görmürsən, ortodoksiya ilə
məsələ nöqtəsinə yaxşı gəlirsən, təlimin də əladır. Amma sənə qarşı şikayətin var, çünki sən ilk məhəbbəti tərk etmisən. 4-cü kilsə bu Tiatira kilsəsidir. İndi onun haqqında danışırıq. Sənin isə başqa bir problemin var. Sənin kilsəvə hər nə lazımdırsa və lazım deyilsə girir. Kilsəvin qapısı laybalay açıqdır. Sənin məhəbbətin var, amma əslində sən həqiqəti itirmirsən. Və 7-ci kilsədə bu Ladikiyadakı kilsədir və onların heç birisi yoxdur. Yəni onların heç nəyi yoxdur. Onlar ilıqdılar. İsa deyir ki, çox istərdim ki, ya isti olasan, ya soyuq olasan. Amma ilıq olduğuna görə ağzımdan səni qaytarıram. Və Levitlərə kitabda 26, 18, ya üzr istəyirəm, 18-ci fəsil. Gəlin dəqiqləşdirin bu bəndi. Levitlərə kitabda 18-26-dır deyəsən, amma gəlin dəqiqləşdirək. Burada Tanrı İsrailə danışır. Bir dəqiqə deyəndən dəqiqləşdirək. Üzr istəyirəm. Gəlin, tapım o bəndi. Çox üzr istəyirəm. Necə? Mənə indi deyəsən kömək lazımdır ki, o bəndi tapaq. Hansı bəndi deyirsiniz? I can't hear. 18:27. 18-27 kimsə deyir. Yeah, it's 28. 18:28. Əslində 28-ci bənddir. 18-28. What did I have? 28:18. Və mən nə dedim? 18-26 dedim. Deməli, əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq. 18-28. İndi qayıdaq lütfən mənimlə birlikdə Vəhiy kitabı 2-ci fəslə. Burada 21-ci bəndi oxuyaq. Deyilir ki, mən ona möhlət verdim ki, tövbə etsin. Amma əxlaqsızlığından tövbə etmək istəmir. Bax, onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düşər edəcəyəm. 22-ci bənd. Onunla zina edənlər birgə etdikləri əməllərindən tövbə etməsələr, onları da böyük əziyyətə düşər edəcəyəm. Xəstəlik yatağı və Yezəvel oradadır. Və adamlar o xəstəlik yatağına girirlər. Yezəvellə, əxlaqsızlıq üçün. Ki, orada zina etsinlər. Yezəvellə birlikdə. Bu, inanılmaz bir mənzərədir. Yəni, bu, kilsənin üzləşdiyi mənzərəyə baxanda dəhşətdir. Və sonra 23-cü bənd deyir ki, onun övladlarını azara salıb öldürəcəyəm. Bir padşah var idi. İyuy, o Ahavı qətlə yetirdi. Ahavın oğullarını, 70 oğulunu qətlə yetirdi. Onlar Yehuy vasitəsilə qətlə yetirildilər. Və təsəvvür edin ki, bir padşahın 70 oğlu var və hamısı, övladlarının hamısı öldürüldü. Ahav Yezəvelin əri idi. Yəni, bütün bu uşaqlar Yezəveldən gəlmirdi, amma məsələ burada mənzərə mühakiməyə aiddir. Deyir ki, onun övladlarını azara salıb öldürəcəyəm və bütün kilsələr də biləcək ki, insanın daxilini və ürəyini araşdıran mənəm. Və hər birinizə əməllərinizə görə
əvəz verəcəyəm. But to you I say, and to the rest in Amma siz Tiatirada olan do not have this doctrine, digərlərinə, and who yəni do bu not təlimi know the qəbul depths etməyənlərə və şeytanın dərin sirri adlandırılan şeyləri put you on, öyrənməyənlərə I will deyirəm. put on you no Üstünüzə başqa bir yük qoymuram. but hold fast what you Ancaq have till I come. mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın. And he who overcomes and keeps my word Qalib gələnə və mənim and to him buyurduğum işlərə sona dək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm. Dəmir əsa ilə onlara ağalıq edəcək, saxsı qablar kimi onları çili-çili edəcək. I also have received. Bunu atamdan necə aldımsa, I'll give him the morning star. eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. Qulağı olan qoy eşitsin ki, ruh kilsələrə nə deyir. Okay, so Deməli, what is the meaning of this? It's bu parçanın mənası nədir? one of the worst churches that Ola we see bilsin in ki, the seven. ən pis kilsələrdən Maybe biri bu Sardis yedisi is arasında. worse. There's Bəlkə a Sardis ən pisidir. degradation going on. Amma tənəzzül baş verir, getdikcə pisləşir kilsələrin vəziyyəti. Amma eləcə də, baxıram bu parçaya, görürəm ki, Tanrının səxavəti və məhəbbəti üzə çıxır və görürəm ki, Tanrı arzulayır ki, insanları tövbə etsin. Allahın adamları tövbə etsin və Allaha yaxınlaşsın. Və Tanrı deyir ki, şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm. Mən sizə başqa bir yük qoymuram. Və budur fikir. Baxın, şeytanın dərin sirri yazılıb. Dərinlik, dərinliklər. Allahın məhəbbətinin dərinliyi var. Ondan sonra insan ürəyinin dərinliyi var. Bəs günah, insan ürəyinin dərinliyi və xəyanətin dərinliyi və ya qorxunun dərinliyi, təqsirin dərinliyi, nifrətin dərinliyi və sonra burada deyir, şeytanın dərinliyi, dərin sirri. 2-ci Korinflərə 1-ci fəsildə deyilir ki, şeytanın hilələri var, şeytanın metodları var, yolları var. Bəzən biz bilmirik nəyin hissəsinə çevrilə bilərik. Bəzən bilmirik nə qədər tez bir halda məsələlər çövrilib pis günə düşə bilərik. Biz bilmirik vəziyyət nə qədər pisləşə bilər. Yəni, mən ürəyimi şər bir şeyə verəndə, ürəyimi qürura verəndə, mən bilmirəm vəziyyət nə cür dəyişilə bilər. Ola bilər ki, mən Yezəvəl ilə birlikdə xəstəlik yatağına düşüm və sonra zina, əxlaqsızlıq xəstəlik yatağında baş verir. Bir növ oksimora kimi səslənir. Yəni, bir dəqiqə, zina edirsən və sonra da xəstəlik yatağı var orada. Sonra övladların qətlə yetirilir, ya ölür. Bu çox dəhşətli bir mənzərədir, düzdür? Amma mən ora necə düşdüm? Bilirəm ki, Tanrı bununla demək istəyir ki, dayan, etmə, mənə tərəf dön, mənə etibar et. Sən bilmirsən bu məsələ nə qədər dərinliyə girə bilər, bilmirsən bunun sonu necə dəhşətli ola bilər. Sən bilmirsən mən sənin üçün nələr hazırlamışam. Amma sənin üçün hazırladıqlarım var. Yəni, Tanrı onların ürəyinə dəlib keçir və deyir onlara ki, sən qalib gələrkən mənimlə birlikdə hakimiyyətdə olacaqsan və qalib gələnə mən bu padşahlığı verəcəyəm və bu real padşahlıqdır. Amma biz hələ də nə cür olacağımızı görmürük. Kilsədəykən biz bir-birimizi ruhlandırırıq bu sözlərdə ki, gözləyək, intizarda olaq ki, Tanrının bizə qoyduqlarını
yaşayaq, saxlayaq. Çünki bu həqiqət bizdə hay verir və müqəddəs ruh bizə şəhadət edir. Salihlikdə, həqiqətdə, məhəbbətdə əks olunur, ünsiyyətdə, Tanrı ilə ünsiyyətimizdə, bir-birimizlə ünsiyyətimizdə, həqiqətdə, onda bu çox dikəldici olur. Bu, Efesdəki kilsə ilə baş verdi, Smirnadakı kilsədə baş verdi, Pergamadakı kilsədə baş verdi və indi biz Sardisə baxacağıq. 3-cü fəsil. Oxuyaq. Deyilir, Sardda olan kilsənin mələyinə yaz. Deməli, mən bilmirəm, 7 kilsə arasında Sarddakı kilsə ən pisidir yoxsa yox, amma gəlin oxuyaq. Deyir, Allahın 7 ruhuna və 7 ulduza malik olan belə deyir. Sənin əməllərindən xəbərdaram. Adın var ki, güya dirisən, əslində isə ölüsən. Adın var, sənin nüfuzun yaxşıdır, çox yaxşı adın, sanın var. Çox maraqlıdır ki, çox yaxşı adın və sanın var, amma əslində ölüsən. Daxilən ölüsən. Və mən özümə görə bundan çox qorxuram. Düşünürəm, hamımız biz qorxmalıyıq. Bir növ ki, belə bir təliyə düşməyək. Sanki adımız var, amma əslində kimsən sən? Hə? Biz əslində kimik? İkinci bənd. Oyaq ol və sağ qalıb, ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Və nə qalıb? Ki, ölən bir şey qalıb. O möhkəm deyil. Və nə qalıb? Bu nazik bir ipdə asılan bir şeydir ki, qalıb. Çox şey deyil. Yəni, balaca bir közərən bir fitil. Balaca bir fitildir ki, üfərəcəksən və sönəcək. Çox xırda bir şeydir ki, ölüm ayağında olan bir şeydir. Can verirsən. Yəni, bu bizə aiddir ki, mən xatırlayıram. Gözəl bir mətn var. Yeremiya Peyğəmbərin kitabı 2-ci fəsildə. Gəlin, oranı açaq. Bu çox toxunan bir bənddir mənə. Yeremiya 2-ci fəsil, 2-ci bənd. Rəbb belə deyir. Mən sənin cavanlığındakı mehrini, gəlin olanda məhəbbətini, yəni Tanrı bunu İsrailə deyir. Səhrada ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım. Yəni, nə vaxt İsrail Yahve olan Tanrı ilə nigaha qoşuldu? Nə vaxt İsrail Misirdən çıxarıldı? Harada bu nigah baş verdi ruhani olaraq? Sina dağında. O yerdə nigah baş verdi bir növ. Və nişanlanma isə bu nigahdan qabaq baş verən bir hadisədir. İsrail xalqı Misirdən çıxanda Tanrı dedi ki, yadımdadır, xatırlayıram sənin cavanlığındakı mehrini və gəlin olanda məhəbbətini xatırlayıram. Səni Misirdən çıxaranda sən İsrail olaraq Qırmızı dənizin o tayında rəqs edirdin. Səhrada ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım. 3-cü bənd. Onda İsrail Rəbbə həsr olunmuşdu və onun məhsulunun nübarı idi. Tanrının məhsulunun nübarı idi. Onu udmaq istəyənlərin hamısı mühakimə olunur, üstlərinə bəla gəlirdi. Rəbb belə bəyan edir. Və bu mətn mənim ürəyimdədir illər boyunca. Mən Bibliya kollecinə gedən vaxtlarımda. Yadımdadır, deyir. Yadımdadır erkən vaxtların. Yadımdadır ki, sənin bizim gəncliyimizin mehri, xeyirxahlığı, gəlin olan məhəbbətin, sən Tanrı ardıca gedirdin səhrada, bütün ürəyinlə. Yadımdadır necə biz Bibliyanı açırdıq, oxuyurduq. Və indi haradadır bu? Bu zəngin, gözəl təcrübə haradadır? İndi xırda, nazi bir, ipdən asılmış bir, ölüm ayağında olan yarı közərən fitilə çevrilib. Canı qalıb.
Yəni mən bundan uzaqlaşmağa artıq bir növ hazıram kimi vəziyyətindəyəm. Bir nazi it çətinliklə neysə saxlaya biləcək gücdə olan ip kimi Sarddakı kilsə təsvir olunur. Və hansı ardıcılıqla bu belə bir vəziyyətə gəldi kilsə? Efes kilsəsi güclü idi. Amma 40-45 ildən sonra sanki Efes kilsəsi ilk məhəbbəti itirdi. Ondan sonra Smirna təqib olunan bir kilsə idi. Ona qarşı bir pis söz demir Tanrı. Amma sonra Tiatira kilsəsi ki o kilsəsi və sonra da Sardis kilsəsi biri doktrinlərdən uzaqlaşır, həqiqəti buraxır. İndi də Sarddakı kilsə ki artıq ölüm ayağındadır. Varmı Amerikada belə kilsələr? Bəli. Varmı kilsələr harda ki həyat yoxdur? Mənim anam 86 yaşında olanda onun getdiyi kilsədə ən gənc idi. Yəni 86 yaşında. Mən deyirəm, ana, 86 yaşında sən gənclər xidmətinin kilsəndə başlaya bilərsən. Yəni, adamlar arasında ən gənci bu idi. 86 yaşında idi. Və sonra 96 yaşına çatanda 10 ildən sonra deyir ki, mən kilsədə indi ən yaşlısıyam. Bu kilsələr çox əzizdir və İsa Məsih onları sevir, onları dəstəkləyir və onlara danışır. Və İsa Məsih onların qayğısından qalır. Çünki Məsihin kimliyi budur. O kilsənin başıdır. O təbii ki, bu onun gözəlliyidir. İkinci fəsil, üçüncü fəsil, haradayıq biz? Deyir, oyaq ol, sağ qalıb, ölmək üzrə olan neyin varsa onu möhkəmləndir. Çünki mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm. Buna görə də nə aldığını və nə eşitdiyini yada sal. Üçüncü bənd. Nə aldığını və nə eşitdiyini yadına sal. Neyi aldın? Fağırlığı. Necə aldın o fağırlığı? Diqqət verməklə. Necə qəbul etdin? İtaət etməyinlə. Necə sən eşitdin və qəbul etdin etibarı? Dua vasitəsilə, iman vasitəsilə. Kilsəyə gəlib getməyin vasitəsilə necə sən qəbul etdin və eşitdin? Bir yadda saxla. Buna görə nə aldığını və nə eşitdiyini yadına sal. Və biz yan düşürük bəzən fağırlıqdan qürura, sonra ümid edirik ki, qürurdan qaydırıq fağırlığa, sonra yenə də qürur oluruq. Amma deyir, yadına sal. Nə aldığını və nə eşitdiyini və necə bunu alıb eşitdiyini fağırlıq vasitəsilə. Sonra deyir, bunlara rəayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən. Və indi bitirəcəyəm. Bugünkü vəzimiz biraz uzun oldu. Amma bu heyrətamiz parçadır. Çox sağ olun məhəbbətinizə görə. Bu parça, bu vəz çox yaxşıdır. Çoxlu hissələr var burada. Bir daha üçüncü bəndə baxaq. Və bununla bitirəcəyik. Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara rəayət et və tövbə elə. Tövbə elə. Allahın qarşısına bunu çıxar və etiraf et. Ağlamaq lazım deyil tövbə edəndə. Lazım deyil ödəniş etmək tövbə edəndə. Sadəcə o düzgün münasibətdə olmalısan ki, deyəsən ki, mən səhv edim, sən isə ya Rəbb, məni düzəltdin, mən də bunu qəbul etdim. Sən məni düzəltdin və mən də ürəyimdə bunu qəbul etdim. Fağırlıqda qəbul edib tövbə edirəm və bu nazik ip ki, qalıb, yetərlidir. Bu yetərlidir. Sadəcə bunu etiraf et. Qəbul et ki, sən başı bəlalısan və sənə Tanrı lazımdır bu vəziyyətində. Teologiya özü-özlüyündə yetərli deyil, mənə Tanrının özü lazımdır. Və xristian həyatında nizam-intizam qaydaları bunlar normal və vacibdir. Amma mənə Tanrı lazımdır. Və Tanrıya gəldikdə isə tövbə. O deməkdir ki, mən Tanrı ilə razılaşıram. Və mən deyirəm Tanrıya, bəli. Sonra bu şəfa baş verir, bərpa baş verir. Tanrı da bunu burada deyir.
Therefore, if you will not watch, I will Deyir, come as a əgər thief. oyaq olmasan, bir oğru kimi If you gələcəyəm. don't, Yəni, and that əgər kind of does relate to this picture, this one. və bu parça əslində çəkdiyimiz şəkilə aiddir. Əgər tövbə etməsən, gələcəyəm, I will tez bir come halda gələcəyəm. as a thief. And Oğru thieves kimi are very gələcəyəm. good at that. Oğrular They don't know when they gizlincə come, they don't know gəlməkdə how çox they yaxşıdırlar. Bilmirsən nə vaxt gəlirlər, bilmirsən necə gəlirlər, bilmirsən gəlar gələndə nə baş verəcək, amma sənin hansısa bir come. A thief came məlumatların internetdən oğurlandı. Necə? Qəfildən oğru gəldi orada. Ya bank hesabın oğurlandı. came in the night. Ya hansısa bir oğru gecə yarısı gəldi, sənin xəbərin də yox idi. Və heç vaxt mənim başıma gəlməyib, amma birdən hop, qəfildən baş verdi. Oğru belə gəlir. Və Rəbb qorxusu bizim üçün çox yaxşıdır. Ki biz Rəbb qorxusunda yaşayaq. Deyək ki, mən bilmirəm sabah nə baş verəcək. Oğru qəfildən gələ bilər həyatıma. Və niyə görə mən dayanmayım? Bu prosesi dayandırmayım. Çünki qanunsuzluq bu günah kasamı doldurur və bir gün o kasa dola bilər. Və bu məsələdə isə o xalqın 400 ili var idi. Onlar bilmirdilər ki, günah kasaları dolur. Amma kasa dolanda və salam 400 ildən sonra o xalqlar o torpaqdan qovuldu. Tanrı deyir, sənə möhlət vermişəm. Və bu çox yaxşıdır ki, düşünək ki, ürəyimizdə Rəbb qorxusu olsun və deyək ki, gəlin bu barədə ciddi olaq. Gəlin Tanrıya etibar edək. Çünki Tanrı bizim tərəfimizdədir. Biz onun kilsəsiyik. Və o bizə hər şeyi verib. Lazım olan hər şeyi verib. Amin. Lütfən mənimlə birlikdə dua edərdiniz. Gəlin dua edək. İsa, biz sənə minnətdarıq. Bəlkə həyatımızda elə şeylər var ki, biz onları sənə gətirmək istəyirik və deyək, ya Rəbb, sən bunları bilirsən. Bunları məndən götür. Ya Rəbb, bəli, mənim ürəyimi bərpa et. Bəli, Rəbb, məni müqəddəs ruhunla ünsiyyətə qaytar. Mən sənə etibar edirəm, səni sevirəm. Mənə fağırlıq ver, rəhbərliyimizə fağırlıq ver, bir-birimizə fağırlıq ver. İtmiş insanlara dair fağırlığımız, gündəlik həyatımıza fağırlıq, həyat yoldaşıma dair fağırlıq, uşaqlarıma dair fağırlıq, iş yerində müdürümə dair fağırlıq, Tanrıma dair fağırlıq və insanlara dair fağırlığımızda bizə kömək et, ya Rəbb, və bizim qəlbimizi bərpa et. Məsihin adıyla dua edirik. Və əgər siz İsa Məsihi heç vaxt ürəyinizə qəbul etməmisinizsə, lütfən bugün bunu edin və deyin, İsa Məsih, mən sənə inanıram. Gəl mənim ürəyimə bugün. Məsihin adıyla dua edirəm və deyin amin. Amin. Xeyir dualı olun, sağ olun.